Yaxşı insan olmaq üçün ən birincisi mən düşünürəm ki, insan ümumiyyətlə bütün bu cür müsbət hallardan danışarkən birinci özünə baxmalıdır və sonra örnək alacaq şəxs kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmi gözümüzün önünə gətirməliyik. Bizim üçün ən yaxşı insan modeli təbii ki, Rəsulullahdır. Biz baxmalıyıq ki, Rəsulullah bizə necə örnək olmuşdur? Təbii ki, o ən yaxşı örnəkdir, üsvə-i həsənədir. Quran-Kərimdə də buyurulur ki, sən gözəl bir əxlaq üzərəsən, Qələm surəsində və biz onu örnək alarsak, zaten gerisi onun bizə öyrətdiklərini tətbiq etməkdən gəlir. Əgər biz onun bizə öyrətdiklərini doğru düzgün tətbiq edəriksə, o zaman məncə zaten yaxşı bir insan olmaq yolunda irəliləyirik. Təbii ki, qayrət bizdən, təqdir Allahdandır. Əgər yaxşı insan olacaq deyə bir maddə sıralasaq, o zaman ən birinci başda məncə biz empatini, yəni qarşı tərəfin yerinə özümüzü qoymağı öncə nəzərdən keçirməliyik. Çünki bəzən elə olur ki, cəmiyyətdə hər hansı bir xəta edən bir insanı qınamaq çox rahat olur. Hə, bu budur, bu belə eləyib, onu eləyib. Axı, gəlin özümüzə baxaq və yaxud da biz onun yerinə olsaq, nə bilirik ki, biz o xətanı edərdikmi? Ən birincisi vicdanlı, insaflı, dürüst, ədalətli insan olmaq. Təbii ki, burada Peyğəmbər s.ə.v bizə ən gözəl örnək olduğu üçün onun həyatından da nümunələr alaraq biz də həyatımızı onun və Allahın rızasına uyğun şəkilləndirsək, məncə yaxşı insan olmaq elə də çətin bir şey deyil.